Ramazan ayının son günü, bugünkü gün bayramımızı təbrik edirəm. Kaş imkanım olardı, köməkli eləyərdim, sədəqə çıxardardım, yardım eləyərdim deyən insanların adından və bir də xalqımızın, millətimizin adından belə bir iş görürük. Salam ver. Necə şükürlər? Yaxşı. Vəziyyətiniz. Bayramınızı təbrik edirəm. Bugün Ramazan ayının son günü. Çok sağ ol. Bibi getmə, gözlə. Etme. Ya sana 5 manat verir. Alacağız. Alıcı yük olursa Yüzün buna çatır. Allah eləməz. O şekerlerim var olsun. Allah eləməz. Sen saklayıp başına dön. Hem meşe var. Allah xalqımız, millətimiz eləyir. neyini bilmiyorsan Allah xalqımız eləyir. Allah'tan başka Mən də hiç sizin geçmiyor. kimi mənə də 5 manat verirlər ki, getmə o payla. Seni hem meşe var olasa. Sağ ol. O tekerin var olsun Sağ falan. ol, var ol. Hem meşe başından dön. Neyini bilmiyorsan Allah'tan başka isimlerden çok. Öpürəm sizləri. Sağ ol. Dualarınız bəs. Tamam, necəsiniz? Bayramı təbrik edirəm. Neçə belə illərə. Telefonla danış. Sağ ol, Eycan. Sağ ol. Zaten saklı. Bakmasın diye sen geldin. Laf yaxşı. Mən sizi bir yüngül də olsa təbrik eləmək istəyirəm. Çok sağ ol. Allah sana can sağlığı verir. Amma xalqımız eləyir də, millətimiz. Mən eləmirəm, Allah'ımız alsın. Allah sana bunu kim verir? Allah onun yolunu alsın. Bu vəsaiti kim verir? Bana bir dənə. Allah o verenin var, canı sağ eləsin. Çok sağ ol. Hazreti Ali balalar kömək olsunlar. Allah onun balaları sağ Sağ ol, sağ ol. Can sağlığı verir. Sağ ol. Bileylere çıksın. Var olasın. Valla yenə deyirəm ha. Sizə olunan o köməkli, yəni xalqımız, millətimiz eləyir. Yəni mən öz sivimdən eləmirəm. Allah şahidim. Sağ ol. Sen belə edirsən. Yəni mənə də kimsə vəsait verib, pul verib ki, apar bunu çatdır. Payla bunu. Allah sənə də kömək olsun verəməm. Sağ ol, var ol, minnətdarım. Bibi can, necəsən? Bayramını təbrik edirəm. Sənə bir yüngül bir şey vermək istəyirəm. Allah qəbul edesin. Allah razı olsun. Çox sağ ol. Bayramı bir daha təbrik edirəm.